Bu da həmin Mario Giovanni'nin, Angelolo'nun əsəridir. Və Bakıda törətdiyi... Verdiyiniz o əsərdə həmin o sitatı oxuya bilərsiniz. Orada qırğından danışılır. Sən niyə oxumadın farsçasını? Mən oxudum. Yox, ingilis dilində göstərdiyiniz əsər deyiləm. İngiliscə bilirsən deyə indi məni ingilis dilindən Yox, xahiş edirəm özünü oxuyasınız da. Burada ekrana nağıl danışmalarım var. Onu xahiş edirəm. Nağılbaz sənsən. Nağılbaz sənsən. Oxuyun onu, xahiş edirəm. Yox, xahiş eləmə. Al oxu sən farsçası. Buyur. Mən sizə dedim ki, onu oxuyun. Mən Avropa tədqiqatçısının əsərindən deyirdim sizə. Oxu da farsçası. Mən sizə onu deyirəm. Qardaşım, ay qardaşım, qoy qırağa. Mənim hansı dili bilib bilmədiyimi sən qoy qırağa. Mən də bilirəm o dili. This in 2099, in the same year and 6 months from the commencement of the war, the Sofi made himself master of Taurus. Təbriz şəhərini tutdu. Then 20,000 people were killed. He put to death his own mother. Hoşa gəldi? Gəldi. Sonra? Buyur sən indi farsçasını oxu. Müəllim, mən sizə dedim ki, bu mən əsəri ingiliscəsini oxudum da. Sən mənim ingiliscəm yoxdur. Buyur indi farsçasını oxu. Mən yoxlamıram. Oxu da farsçasını. Mən sizin göstərirsiniz bunu. Deyirəm ki, bilmirəm. Oxuya bilmirəm deyirəm. Farsçadan xəbərim yoxdur. Mənbəyə müraciət edə bilmirəm. Açıq dedə bunu. Niyə qorxursan? Sən mənim dil bilgimi müzakirə edirsən. Əlbəttə ki, eləyirəm. Niyə eləmirəm ki? Mən də sənə deyirəm ki, eləmirəm ki. Sən təməl qaynağa müraciət edə bilmirsən. Sən çıxış dəlil istəmədin. Sən dedin ingiliscəsini oxu, oxudum sənə. Oxu farsçasını. Oxuya bilmirsən. Mən necə oxuya bilmirəm. Mənbəyə müraciət edə bilmirəm. Nə dişmə qaldır? Mən indi sənə, mən sizə cavabımı fars dilində də verəcəm. Tələssin. Devam edin. Mən xahiş elədim, amma əvəzində aqressiya ilə üzləşdim. Nə var ki burada? Mən deyirəm ki... Emosiya. Anasını öldürdüyünə dair bu dəqiqə indicə Mario Angelolo Giovanni'nin əsərindən göstərdim ki, öz anasını, doğma anasını öldürtmüşdür deyə. Niyə görə? Çünki Mario Angelolo Giovanni həmin vaxt Təbrizdə idi. Bunu Frans Babinger Mario Angelolo'nun bioqrafiyasını tərtib edərkən açıq şəkildə yazır. Həmin illərdə, yəni 1500-cü ildən 1515-ci ilə qədər bu İtalyan səyyah Azərbaycanda olub, şəxsən bu hadisələrin şahidi olub. Son 15 illik fəaliyyətimiz dönəmində biz dəfələrlə bu iddiaları müxtəlif adamların dilindən səsləndirilməsinin şahidi olmuşuq. Namiq Musalı Katerina Zenonun araşdırmasının üzərində də araşdırmalar aparıb və öz yazdığı əsərində Şah İsmailin anasını yox, analığını öldürdüyü barədə danışılır. Orada belə bir məsələ qaldırır və qoyub ortaya o məsələni. Bu da nədən ibarət idi? Bugünün baxışı ilə biz nəyəsə baxıb qiymət veririksə, təbii ki, tarixi baxımdan biz yanlışlığa yol vermiş olarıq. Çünki bugünün şərtləri, yaşam şərtləri, cəmiyyətin necə deyirlər, ehkamları tamam başqadır, o dövrdə başqa idi. Məsələnin kökü bir insanın, ikinci həyat yoldaşının onun ölümündən sonra onun düşməninə ərə getməsindən başlayır. Yəni, Şah İsmailin analığı Şeyx Heydərin öldürülməsindən və cəsədinin ayrı, kəsik başında ayrıca Təbrizin Bazar meydanında təhqir edilməsindən sonra onun anasının ona düşmən olan tərəfə Ağqoyunlu əmirlərindən birinə ərə getmə, analığının ərə getməsindən danışılır. Təbii ki, bununla bağlı Şah İsmail da özünün yaddaşında atasına bunu xəyanət kimi qiymətləndirir və bu tamamilə başa düşüləndir. Mən burada hər hansı bir tarix şəxsiyyəti təftiş etmirəm. Onun nə dərəcədə müsbət mənfi olmağından danışmıram. Mən söylənilən iddianın nə dərəcədə elmi əsasının olub-olmadığından danışıram. Namiq Musalı, tarixçi alimimiz bu məsələyə gözəl aydınlıq gətirib. Birinci Şah İsmailin hakimiyyətə gəlişindən sonra Aləmşah bəyimin həyatı barədə mənbələrdə məlumat yox dərəcəsindədir. Bunun əsas səbəbi onun bəzi digər Səfəvi şahbanlarından fərqli olaraq siyasi hakimiyyətə və intriqalara meyil göstərməməsi, saray həyatından uzaq durması və Ərdəbildə adi həyat tərzi sürməyə üstünlük verməsi. Yuxarıdakı cümlə ilə aşağıdakı cümlə arasında ziddiyyətə baxın. Həm Ağqoyunluların planları barədə oğlunu məlumatlandırır, həm də ki, siyasi hadisələrə qarışmır. Aləmşah bəyimin siyasi proseslərdən uzaq durduğu və ibadətə bağlandığı üçün adı klassik mənbələrdə az çəkilmişdir. Lakin bütün bunlara rəğmən ölümü, harda ölüb, nə vaxt ölüb, harda dəfn olunub, bu haqda qaynaqlarda yeri yoxdur və bunu Ensiklopediyada da qeyd etməmisiniz. Mario Angelolo və Venesiyalı tacirin isə bu barədə məsələ ilə bağlı verdikləri məlumatda mövcud olan qeyri-dəqiqliklər və ziddiyyətlər onların həqiqəti əks etdirmədiyini və digər qərəzli mənbələrdən hansılar da o digər qərəzli mənbələr
yazılmır. Aləmşah bəyimə aid olan məzar daşının üzərində deyəsə bu haqda danışdıq. Məzar daşının nə şəkli var, nə də heç bir şey. Namiq Musalı deyirsiniz ki, bu məsələlərə cavab verib. Biz elə ən axırıncı o Səfəvilər haqqındakı podkastımızda Namiq Musalının bu haqdakı iddiaları ilə üzərindən çıxış eləmişdik. Katerina Zenonun əsərinə əsaslanıb deyirsiniz. Mənim siz Katerina Zenonun nə vaxt öldüyünü bilirsinizmi? Mən deyim sizə, acığınız gəlir sizə sual verəndə. Xoşunuz gəlmir. Öz sualıma özüm cavab verim. Katerina Zenon 1478-ci ildə ölüb. 1478-ci ildə ölən adam 1501-ci ildə baş verən hadisələr haqqında necə məlumatlı ola və necə əsər yaza bilərdi? Bunu o videoda biz demişik. 1491-ci il nəşrində analıq sözü ana sözü ilə əvəz olunub Latın dilindən. Və Xeyr, məhz onun ucbatından da xeyr, bu günə qədər bu məsələ Xeyr. manipulyasiya predmeti olunur. əsla. Biz həmin video podkastımızda, bu da təkrar ekrana gətirilsin, əsərin orijinal İtalyanca nüsxəsindən də doğma anasını və İngiliscə nüsxəsindən də, tərcüməsindən də o mother kəlməsini vermişik. Moderator məsələni qaytarsın tarix kontekstinə və belə bir suala o zaman siz də cavab verin. Şah İsmayıl dövrünə aid Osmanlı qaynaqları varsa, həmin qaynaqlarda onun öz anasını öldürməsi barədə hansı qeydlər var? Osmanlı mənbələri bunu niyə yazsın ki? Olmalı ki, Bunu yazmalıdır. Bəlkə heç olmayıb, Bunu- buna görə yazmayıblar. Bunu yazmalıdır Səfəvi mənbələri. Necə ki, Şah İsmayılın xanımının çaldığını gəlişməsi barədə Şah İsmayılda Osmanlı çox mənbələri sonralar qoyulub. niyə görə yazmayıb ki, İsmail öz anasını niyə yazmalıdır ki? Axı onlar hər şeyi qaraton da qeyd edirdilər Səfəvilərə qarşı. Qeyd edirdilər ki, Şah İsmayıl, Mehmet Solaqzadə, Fars tarix yazarı, Təvarix əsərində qeyd edir ki, Şah İsmayılın anası divanə idi və Şeyx Heydərə bu divanə qızı verdilər. İşte Şah İsmayıl o divanədən olan oğludur. Bu sözü yazan Fars tarix yazarı, Osmanlının tarix yazarı Mehmet Solaqzadə 92-ci il nəşrində çap olunub. Ən elementar bir kitabdır bu. Bir uşaq da oxuyub onu 92-ci illərdə Nə oxuyanlar. danışırlar? Hətta uşaqlar Və da biz oxuyur. dediyimiz nədən Aha. ibarətdir? Ondan ibarətdir ki, burada söhbət əgər anasını öldürmüşdüsə, bu qarşı tərəf üçün əməlli başlı bir bayraqdır göstərilsin. Bir halda ki, Osmanlı sultanlarının özlərinin kifayət qədər qardaş bacılarını, yaxın ailə üzvlərini qırıb çatmaları ilə dünya tarixində ad qoyublar. Və siz bunları heç vaxt oxunmamısınız. Bir dənəsi müsahibəniz yoxdur ki, onlar barədə danışasınız Mənim ki, nəyimə lazımdır? filan- Mən Osmanlı təbəəsi deyiləm, Türkiyə Cumhuriyyəti vətəndaşı deyiləm. Yox. Mən Azərbaycanlıyam, mən o Azərbaycan zaman bir tarixi tərəfli baxıram. olur da Elmi müəllim. Niyə Elə görə olsun tərəfli ki, olur? Siz yalnız bir tərəf təftiş edin. Xeyr. Və hansı tərəfdən danışırsınız? Siz əgər Osmanlı qaynağından çıxış edirsinizsə, Hansı? Səfəvi qaynaqlarını göstərdim mən sizə. Mən Osmanlı sizə qaynağı. deyirəm, sən Abdullah Şirvani və yaxud da Əslində çox yaxşı müzakirə aparırsa, bir dənə Ceyhun müəllim, bir dənə son olaraq son 5 dəqiqədə sizin müzakirənizə baxıraq. Sonra, Həm Elnur müəllim də sabitləşib. Həm Ceyhun müəllim. Əslində yaxşı polemika alınır, amma əvvəl reqlamentlərdə suallar, o iddialar müəyyənləşsin. Bəlkə fərqi yoxdur. İddialar müəyyənləşsin sonra. İdeallar bunlar deyir ki, belə bir fikir var ki, güya yazıb ki, Namiq Musalı bunu iddia eləyib. Mən bilirəm onu hara istinad eləyib. Sadəcə olaraq mövzunu uzatmamaq üçün. Analığını öldürüb başqa kişiyə ərə getdiyi üçün. Analığının adı nə idi Ceyhun müəllim? Ərə getdiyi kişinin adı nə idi? Müəllim, bir daha mən sizə xatırladıram ki, Bu iddianı siz elədiniz. Mənə mən xatırlatmaq eləmirəm. lazım deyil. Siz Siz bura gələndə, əsərini siz oxumusunuzsa bu dostum, sualı sən mənə bura gələndə, verməməlisiniz. Verirsinizsə demək siz mənə təftişə gəlmisiniz bura. Allahu Siz Ekber. Namiq Musalını oxumusunuz ya yox, həmin əsəri? Niyə oxumamışam? Oxumusunuzsa bilirsiniz bu sualı. Siz də oxumusunuz. Mən sizə deyirəm ki, siz bura gələndə buna hazır Mən vəziyyətdə sizin gəlməlisiniz. iddianıza cavabınızı Siz verdim. deyirsiniz bunu. Mən də Namiq sizə Musalı bildirirəm. yazmayıb o adamın adını burada. Mən də sizə deyirəm ki, həmin məsələ Onun barədə fikridir sadəcə. onun fikridir və mən də ona istinad edirəm. Mən də deyirəm ki, 1478-ci ildə ölən adamın fikirlərini yazın. Mən də sizə 1500-cü bildirdim ki, il haqqında. İlkin əl yazmasında analıq gedən cümlə Latın əlifbasından İlkin əl yazması deyil, ayrı-ayrı 1491-ci şəxslərdir. Katerina Özeyna ayrı çapında adamdır. Mario konkret Angelello ana kimi ayrı qeyd adamdır. olunur. Niyə başa düşmək istəmirsiniz? Mən də bunu sizə deyirəm. Siz başa düşmək istəmirsiniz ki, analıq sonrakı nəşr variantlarında, çap Xeyr, variantlarında mən səhvlər sizə olur. Kimi yox. Aparıcı kimi sual vermək olarmı sizə? Əlbəttə ki. Artıq çünki mən moderator Eyni moderatorluq eləyə yalanlar, bilmir ona Anar görə ki, müəllim. bir dəqiqə xahiş Şahsarlı edirəm. xanımın Biraz qiyası qaydalara olması riayət barədə olunmur, biz amma görürük. mən hər ikinizə sual verəcəm. Mənə də maraqlıdır mənim bu analıq məsələsi. Dediniz Katarina Zenu 15-ci əsrin sonuna yaxın 1478-ci ildə ölüb adam. ölüb. Amma Aləmşah bəyimin məzarı var Ərdəbildə və üzərində öldüyü tarix var.
Maraqlıdır həqiqətən. Yəni bunun iddia edən 1927 tərəf özü o dövrdə yaşamayıb, yazılıb, amma qəbir qəbrin üstündə daşında 1522-ci il yazır. özü Mən belə başa düşürəm ki, Şah İsmailin ölümündən 2 il öncə Aləmşah bəyin dünyasını dəyişdi. Dünyasını dəyişib. Hansı Səfəvi qaynağında, bax, Ceyhun müəllim deyir ki, mənim Səfəvilərə dair araşdırma. Hansı Səfəvi qaynağında Aləmşah bəyim bu ildə öldü və filan yerdə dəfn edildi deyə bir məlumat varmı? Müəllim, Var mı? bir daha bildirirəm. Biz qaynaqların hamısını buraya yığıb gətirəsi olsa, Var mı? böyük bir studiya lazım və bu kiçik studiya sığmaz bura. Var Siz bunu mı? məndən gözəl bilirsiniz. Yox. Bəli, var. Yox. İskəndər və Münşi Türkmanın əsərində, Tarix Alimaray Abbasi əsərində Aha. konkret Səfəvi Şeyx İsmailin gəlib öz anası və qardaşı ilə görüşdüyü də qeyd olunur. Görüşdüyünü Siz qeyd isə edir. iddia Öldüyünü edirsiniz. qeyd elə bil. İskəndər Məmüşü nə vaxt yaşayıb? 17-ci əsrdə, Bu hadisələr nə vaxt oldu? 16-cı əsrdə 100 il sonra. nə olsun? Necə yəni olsun? O zaman siz eyni məntiqlə Təbərini niyə qəbul edirsiniz ki? Dinəvərini qəbul edin də Babəklə bağlı. Günəvərini də qəbul edirəm, Təbərini də qəbul edirəm. Məqdisini də qəbul edin. müqayisəni Çünki təhlil Məqdisi edirəm. konkret olarla Bir dəqiqə. ünsiyyətdə olur Yaxşı. Xürrəmlərlə. Yaxşı. Amma siz gelirsiniz, sizə Siz sərf edən deyirsiniz Abbasi ki, qaynaqlarından 15 dəqiqə yapışırsınız. Deməli, çox gözəl sual verdi moderatorumuz. Dedi ki, qəbir var. Hətta gedib qəbir yanında şəkil çək. Qəbrin içinə girməyiblər ki, yox. Ölüdən soruşmuydular ki, ay xanım sən həqiqətən Aləmşah bəyimsənmi? Niyə görə deyirəm? Yox, müəllim, bir dənə. Yox, bir dəqiqə, üzr istəyirəm. Mən fikrimi Nə var əsaslandırıram. Elnur Nəsrovun ürəyi xatircəm olsun deyə indi Yox, yox. Farsça gedib o qəbri açmalıdır. Əlbəttə ki. Yer yası açılmalıdır. Siz kimsiniz? Mənim, siz o daşı Siz niyə oxumusunuzmu? özünüzü- Koreografi abidəni oxumusunuzmu? Oxumusunuzmu koreografi abidəni? Mən həmin abidəni oxumamışam. Mənim bildiyim həmin abidəni oxumuş şəxslərin qeydlərində yazılmış Hicri 927 tarixidir. Bu da gəlir düşür 1522-1523-cü illərə. Çox Çox maraqlıdır ki, Aha. mən sizi dinləmək Sizin istəyirəm. iddianız heç bir halda özünü burada doğrultmur. İndi bir dəqiqə. Bir Mən sual vermək istəyirəm. Bir də niyə görə deyirəm? O Ərdəbildə o qəbir məsələsini gətirirəm. Eyni iddia ilə mənə də maraqlıdır. Xəlilullahın qəbrinin yandırılması iddiası irəli sürdü Ceyhun müəllim. Hətta biz 8-ci, 9-cu sinif tarix kitablarında biz onu keçmişik ki, Şah İsmayıl Xətai Bakını alandan sonra Xəlilullahın, yəni atasının qatilinin qəbrinin sümükləri yandırıldı, amma Leviatov bəli. arxeoloqlar təsdiq edir ki, Faris Xəlili də qəbir yerində, Faris sümüklər Xəlili- yerində, yəni Faris Xəlili də bir müsahibəsində Faris Xəlili bilirsiniz də. tanıyıram Faris Xəlili tanıyıram, bəli. Tanıyırsınız. Bəli, bəli. Arxeoloq alim. Sizinlə eyni əqidədən. Deyir ki, nədir? Sizinlə eyni əqidədən olan insandır, bəli. Şəxsi kim müzakirə edir dostlar? Yox. Eyni əqrə deyərkən tarixi Şəxsi kim müzakirə edir? Fariz əqidədən gedir. Ciddiyyəti Fariz bəy mən də görürsünüz. tanıyıram. Ömür Fariz bəy boyu onun dostumuzdur. tarix Fariz bəy dostumuzdur. araşdırmalar Ağqoyunlular səmtində. Hə, Səfəvilər yəni var. sünnilərə olan nifrətinizdən ötürü belə deyirsiniz. Niyə mənim Bunu bu sünnilər- şəkildə də qəbul edin, Mənim hörmətli tamaşaçılar. əksər dostlarım Əla. sünni də bilin ki, bunlar Faiz sünnilər. Xəlili ilə də dost olarsınız, eyni əqidədə dost- dediniz. Nəysə, mövzumuza qayıdaq. Fariz bəy. Mövzumuza qayıdaq. Deməli, qəbirdən danışdınız. Aləmşah bəyimin qəbri var. Qaxın Oncalı kəndində Yunus Əmrənin qəbri var. Halbuki Yunus Əmrə yazır, heç vaxt Azərbaycanda olmayıb. Türkiyə yaşayıb, Anadoluda orada qəbri var. Həzrəti Əli ibn Əbu Talibin radiyallahu anh, Əfqanistanda qəbri var. Hətta o qəbirlə Məzar-ı Şərif də adlandırıb şəhər. Üstündə böyük bir abidə var. Şiələr ora ziyarətə gedir. Halbuki biz bilirik ki, Həzrət Əli heç vaxt Əfqanistanda olmayıb. Küfədə, İraqda vurulub və orada şəhid olub, orada da dəfn olunub, qəbri də oradadır. Ona görə də bax bu qəbir filan kəsə aiddir iddiası. Qəbrin olması hələ hər şey demək deyil. Ona qalsa onda görə biz inanaq ki, Həzrət Əlinin 2 dənə qəbri var. Biri də Əfqanistandadır. Yunus Əmrənin də bir neçə qəbri var, biri Qaxdadır. Və ən əsası, bunu qoydum qırağa. Baxın, Şeyx Heydər harada dəfn oldu? Bu məqalə Araz Şərihlinin məqaləsidir, tanımış olarsınız. Sizinlə 2 ciltli Qızılbaş ensiklopediyasında həm müəllifidir, yaxşı tanıyarsınız əlbəttə ki. Burada məqaləsində nə deyir? Deyir ki, savaş əsnasında Şeyx Heydər oxla vurularaq şəhid edildi. Döyüş iştirakçılarının hamısı şahidliyinə görə həmin oxu Şeyxin Şahsuvar Lənkərani adlı əmirinin atası ola bilsin ki, yanlışdır. Ya öz adamları tərəfindən vurulub öldürülür. Şeyx Heydər indiki Xızı rayonunun Tıxlı kəndindən 3-4 kilometr şərqdə Beşbarmaq dağının arxasında dəfn olunmuş, Şah İsmailin dövründə məzar təmir edilərək üzərində türbə ucaldılmışdır. Bu tikili hazırda həmin məkandadır. Türbə üzərində daş kitabada fars dilində 3 sətirdən ibarət aşağıdakı mətn
həkk edilmişdir. Burada verilir, uzunçuluq olmasın deyə demirəm. Necə qəbrin yeri necə kəşf olunur? Sonraki dövrdə yazılıbdı. Əmir əl-Möminin Əli ibn Əbu Talib Şah İsmailin yuxusuna girir və ona deyir ki, qəbir oradadır, belə bildirilib ki. Sonra Şah Səfi Bahadır, yəni Səfəvi hökmdarı hakimiyyəti vaxtında qəbrin üzərindəki bina yenidən təmir və bərpa olunmuşdur. Başqa ehtimala görə isə, bunu Araz şəhərli yazır, başqa ehtimala görə isə Şeyx Heydərin məzarı və türbəsi Dağıstanın Xiv rayonunun Tinit kəndindədir. Abbasqulu Ağa Bakıxanov yazır ki, Şeyx Heydərin məzarı Təbəsaranın Etək mahalında Rubat çayının sol sahilində Tinit kəndinin bir fərsəx, yəni 5-8 kilometr məsafədədir. Dağıstanlı tarixçi Maqomet Qasımovun 1967-ci ildə dağılmış abidənin yerində olmuş, orada salamat qalmış bir daşın üzərində ərəb dilində həkk olunmuş bu yazını oxumuşdur. Bunu da keçək, uzunçuluq olmasın. Şeyx Cüneydin oğlu Şeyx Heydərin türbəsi hicrətin 895-ci ildə inşa edilmişdir. Məlumdur ki, Şeyx Heydərin mübarək cənazəsi 16-cı əsrdə Ərdəbilə aparılaraq Şeyx Səfiyyəddin kompleksində, bir ehtimala görə isə Ərdəbilin Meşkinşəhər şəhərində torpağa tapşırılmışdır. Beləliklə, Şeyx Heydər Səfəvinin türbəsi harada yerləşir? Başqa sual verirəm. Azərbaycan Respublikasının Xızı rayonunun Tıxlı kəndində, yoxsa Rusiya Federasiyasının Dağıstan Respublikası Xiv rayonunun Tinit kəndində? Zənnimcə, müəllif yazır, aşağıdakı faktlar ona dəlalət edir ki, Şeyx Heydərin ilk dəfn yeri Dağıstanın Tinit kəndindədir. Baxın, Şeyx Heydər, kimdir bu? Səfəvilər dövlətinin valisi Şah İsmailin atası. Bunun qəbri haqqında belə dəqiq yeri bilinmir. Müəmma var. Zənnimcə deyir müəllif. Bu qəbrin yeri yoxsa cəsəddən gedir. Xahiş edirəm. Bunu manipulyasiya Şeyx Heydərin qəbrinin yeri belə dəqiq bilinməzkən dostlar, necə olur ki, bu qədər əmin olursunuz ki, həmin türbədə, həmin qəbrin altında həqiqətən də Aləmşah Bəyim yaşayır. Çünki Aləmşah bəyimin öz yaşadığı dövr ərzində məhz həmin ərazidə yaşadığı, orada fəaliyyət göstərdiyi və orada öldüyü aşikardır. Necə aşkardır siz dostum? Mənbə göstər. Harda yazılır? Yox, siz olmayan şeyi necə iddia eləyə bilirsiniz? Siz olan şeyi iddia edin, sübut edin. Deyin ki, bax bu mənbədə yazılıb ki, Aləmşah Bəyim Ərdəbildə dünyasını dəyişdi. Siz nəyə bənzəyirsiniz? Elə bil iddia edirsiniz ki, sübut eləmək ki, Nizami Gəncəvi Gəncədə yaşayıb. Yəni sizin bu dediyiniz buna bənzəyir. Yaşadım. Və bu debat deyil artıq. Siz niyə? Siz konkret olaraq olmayan bir şeydən, siz olmayan bir şeylə bağlı yeni bir iddia irəli sürürsünüz və deyirsiniz ki, bu Şeyx Heydərin məzarının açılıb, cəsədinin hörmətlə aparılıb Ərdəbildə dəfn edilməsi qeyd olunub. Kamera çəkir, onda Ceyhun müəllim. Mən sual deyərkən sual yox, daha doğrusu reqlament vaxtını Təşəkkür edirəm. sizə həvalə edirəm. Bir iddia da var idi. İndi mən istəyərdim, əgər müəllimin sözü yoxdursa, mən həmin digər iddianı da səsləndirim. Çünki müəllim iddia edir ki, Şah İsmailin xanımı Çaldırın döyüş zamanı əsir götürülüb və hətta Tacizadə Mövlana Cəfərə verilib və Anadolu vilayətlərində yerləşib qalıb. Burada da əsas istinad mənbəyimiz yalnız Səfəvilərə düşmən olan Osmanlı qaynağıdır. Həm də Fars tarixçi Çələbizadənin, Cəlalzadənin yazdığı qeydə istinad edirsiniz. Sual belə çıxır. Tacir bəyim əgər ələ keçirilər, başqa birisinə verilibsə və Anadolu vilayətlərində yerləşib qalıbsa, Şahın yanında daha 10 il yaşamış Tacir bəyim kimdir? O öldükdə onun 10 yaşlı övladı, birinci Təhmasib böyüdən və himayə edən Tacir bəyim kimdir? İranda vəqflər quran xeyriyyəçiliyi ilə məşğul olan Tacir bəyim kimdir? Və ömrün sonlarında Şiraza sürgün edilən Tacir bəyim kimdir? Və necə olur ki, Şah İsmailin sağlığında və ondan sonraki 10-15-20 il ərzində heç bir Osmanlı qaynağında Şahın xanımının əsir alınmağı barədə məlumat olmadığı halda, sonraki dövrlərdə Şah İsmailin vəfatından bir təxminən 30 il sonra, 40 il sonra ortaya çıxan qaynaqlarda biz görürük ki, əvvəl birinə yazırlar ki, güya qızılını, cəvahiratını çıxartdı, onu əsir alana verdi və qurtuldu. Daha sonra bildirirlər ki, güya bunu öz ayağını yuyan nökərinə və yaxud da filan kəsə ərə verdi. Bu mənbə məlumatların biri digərini təksib etməklə bu elə ortada aşkardır ki, Osmanlı dövləti öz propagandasında, antisəfəvi propagandasında belə deyək, müəyyən mənəvi cəhətdən düşmən tərəfin hökmdarını alçatmaq məqsədilə bu cür yalan və iftiralara əl atıbdır. Məsələnin bir də söhbət Osmanlı qaynağında Şahın əsir düşməsi epizodunu neçə qaynaq eyni formada qeyd edilir. Məsələ budur. Yəni, Elnur müəllim ola bilər bir qaynaqdan desin, amma başqa bir qaynaq onu tamam başqa formada yazır. Başqa bir qaynaq isə Şah İsmailə daha yaxın olan dövrün qaynağı. Ümumiyyətlə toxunmur bu məsələyə. Bu yəni nə deməkdir? Bu o demək ki, sonradan bunlar çıxıb da ortaya.
Əvvəl yox idi. Necə ki İmam Hüseynin güya Yezdəgirdin qızını almağı məsələsi ilk qaynaqlarda yoxdur. 200 il sonra çıxmağa başlayır ortaya. Bu da həmin şeydir də. Sonradan nəyisə yazıb əlavə eləyirlərsə və siz ona istinad edirsə, bu elə o demək deyil ki, o həqiqətdir. Qaynağın müəllifi olan Hoca Sadəddin Əfəndi Çaldırım döyüşündən 22 il sonra doğulub. Yəni məsələ budur. Mən bir dənə bunu elə xatırlatmaq istəyirəm. Əvvəla, həmin video podkastda mənim Taclı bəyim Anadoluda qalıb deyə bir ifadə işlətməmişəm. Mən orada nə demişəm? Diqqətlə bir də dönüb baxsınlar. Həmin podkastımızda biz Tacü Təbarix Xoca Sadəddindən və Səlimnamə Cəlazadə Mustafadan dəlillərimizi gətirdik. Dedik ki, Səfəvi qaynaqları bu xanımın, Taclı bəyimin əsir düşməsi haqqında susur. Və sonra da tövsiyə elədik. Dedik ki, bu haqda ətraflı məlumat üçün Tufan Gündüzün Şah İsmailin eşi Taclı Begüm adlı məqaləni daha ətraflı məlumat üçün oxuya bilərsiniz. Vəssalam. Bu qədər. Düşüb, düşməyib. Mənbələr bunu verir. Osmanlı mənbələri verir. Səfəv mənbələri susur əsir düşməsi haqqında. Hansı doğrudur, hansı yanlışdır bilmirəm. Ola bilər, onlar düz deyirlər, ola bilər, bunlar düz deyirlər.